qəlbimizi iman, Qur'an, əhl-i beyt nuru ilə nuran elə. Ailəmizdən, nəslimizdən, övladlarımızdan haqq düşməni, əhl-i beyt düşməni qərar vermə. Qəbrimizin əvvəl gecəsində, ilk gecəsində, o qorxulu, qaranlıq gecədə Mövla Əmir-el-Mu'minini başımızın üstündə hazır elə. Dünya və axirət bizi o Həzrətin nuru vilayətindən ayrı salma. Bu gecə bütün dua eləyən, ibadət eləyən insanların duasını qəbul elə. Bizim də naqis, naqabil, kiçik, nalayiq əməllərimizi öz böyüklüyü və öz əzəməti və layiq şəkildə bizdən qəbul elə. O günahlarımız ki, bu bəlaların nazil olmasına səbəb olur, o günahlarımıza qələmmə əfv çək. Bütün xəstələrə bir daha istəyirəm səndən, bütün çətinlikdə olanların hamısından nicat ver. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Hər kim malı